Buyur kardeş. Tövhidin faydası, fəziləti nədir? Bismillah, elhamdülillah, ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Amma ba'd, kardeş sual verir ki, tövhidin fəziləti, faydası nədir? Birinci növbədə tövhid qiyamət günü, ahirətdə insana əmanlıq yaradır. Əmin yaradır. Allah Teala'nın əbədi əzabından o insan azad olur. Bu dünyada da o insan doğru yolda olur, azmır. Yani o insan hayatta yaşadıkça Allah Teala onu koruyur, hakkı kimi gösterir, batıl kimi gösterir ve onların arasını karıştırmaya koymur. Ve həmçinin tövhidin fəziləti günahları tam şəkildə yəni silir, yəni günahları bağışlayır, günahların üstünü örtür. Necə ki Ən'am surəsinin 82-ci ayəsində Allah Teala buyurur ki: "Ellezîne âmenû ve lem yelbisû îmânahum bizulmin ulâike lehumul emnu ve hum muhtedun." O kəslər ki iman gətirənlər, İman getirdikten sonra imanlarını zulümle karıştırmazlar. İman getirdikten sonra zulümle karıştırmazlar. Ulaike lehumul onlara emin amanlık var. Yani emin amanlık, yani Allah Teala onları ebedi cehennemde yanmaya koymayacak. Hatta yani insan birbaşa da cennete girecek. Eğer tevhidi kamil, güzel şekilde olarsa Allah Teala onu cehenneme girmeye koymayacak. Girse de orada ebedi kalmayacak. Ve həmçinin bu dünyada da azmayacaq, sabit qalacaq. Və hum muhtedun, onlar da elə doğru yolda olanlardır. Yəni həm bu dünyada onlar doğru yoldadır, həm də ki qiyamət günü o körpüdən keçəndə onlar yəni doğru yol tapacaqlar. Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih hədisi var ki, hədis Buxari və Müslimdə gəlmişdi ki: "Haqqal ibadi alallahi en la yu'azzibə men lem yüşrik billah." Yani Allah Teala'nın üzerine vacip olan hak odur ki Allah Teala hiç kim içine vacip bilebilmez. Sadece en büyük Allah Teala özüne vacipliği bildirir ki öz kullarına, yani Allah'ın hakkı kulların üzerinde odur ki Allah Teala özüne şerik koşmayanı azap vermeyecek. Yani bir insan Allah Teala'ya şerik koşmursa Allah Teala ona azap vermeyecek. Yani o şirkdir. Necə ki ayədə gəlmişdi, zülüm. Necə ki Lokman aleyhissalam öz oğluna nəsiyyət edir, deyir ki: "Ey mənim oğlum, şirk qoşma. İnne şirke le zulmun azim." Həqiqətən şirk qoşmaq həqiqətən ən böyük zülüm. Yəni ki buradakı zülüm Allah'a şərik qoşmaqdır. Allah'a şərik. Şirk barədə inşallah yəni mövzu uzundur. İnşallah onu başqa bir vaxtı götürmək olur. Amma buradakı ayədəki Ən'am surəsinin 82-ci ayəsidir. Orada yani zulüm yani şirktir. Allah korusun. Yani kim iman getirdikten sonra imanına şirk koşarsa o insan Allah korusun ebedi cehennemliktir. Ve bu dünyada da o insan hakkı tapabilmeyecek. Tevhidin esas faydası budur ki insan yani cehennemden azad olur. Bu dünyada da hakkı tapır. Allah yani doğrusunu Allah bilir.